Hər vaxtınız xeyir değerli hanımlar. Sizinle harda kalmıştık? Manikürümüzü etmiştik ve dırnak üstünü yontup azca matlaştırıp yontmak deyəndə buradaki lakı götürmeye lazımdır. Ben özüm bu lakı sade lakta çektim ki, yani gel lak değil, çektim ki onu gösterip ki necə yonmaq lazımdır, dırnağa zarar değmesin ve dırnaq üstüne həddən artıq çox yonmaq olmaz. Sadece matlaştırırsınız. Bu kadar. İlk önce yanlardan başlıyoruz ve yavaş yavaş ortalara doğru geliyor. Ve yonduğunuz zaman çalışın pilkanın diblərə yonarkən bu hissəsindən, çünkü diblərə ətə dəyməməlidir və müştərini incidə bilərsiniz. Ona görə pilkanın da bax, bu vəziyyətdə tutursunuz. Baş parmaq burada, bu iki parmaq belə, parmağınızda da bunu tutursunuz belə. Yani pilkanın düzgün tutma qaydası budur. Ve yonursunuz. Çok yonmaq olmaz. Yine diqqətinizi yetireyim. Çok yonmaq dırnağın üstünü qətiyyən çok nazikləşdirmək olmaz. Sizlərin dırnağınız yanmırsa da vura bilərsiniz və anaxayizis yarana bilər, müxtəlif xəstəliklər yarana bilər və dırnağın üstü çox nazikləşə bilər. Vurduğunuz gel tez atabilir. Yani kenarlarını ise böyle bir nazik bir kayla formayı sağlarız. Böyle, bu kadar. Bu kadar. Evet, videoda primerin, bazanın ve gelin düzgün koyulma texnikasını öğreteceğim. Hələlik.